namazları daimi gecikdirən, hətta namazın vaxtı çıxana yaxın qılan kəslərə nəsihət edərdiniz? Əlbəttə, bu doğru əməl deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olan əməldir. Şəriətə müxalif bir əməldir. İnsan bu əməllərinə görə günah daşıyır. Və həmçinin insanın xeyirdən məhrum olması, müvəffəqiyyətdən məhrum olması, Allahın rəhmətindən getdikcə bu yoldan uzaq düşməsi və onun namazları tərk eləmə qorxusu ilə üzbəyüz olması, vaxtının, ömrünün, ruzisinin, bərəkətinin getməsinin ən böyük səbəblərindəndir. Çünki bizim yaradılış qayəmizə baxsaz, yaradılış qayəmiz nədir? Allah subhanahu wa ta'ala ibadət. Allah subhanahu wa ta'ala öz kitabında deyir ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsin deyə yaratdım. Bizim yaradılış qayəmiz budur. Əgər insan yaradılış qayəsi olan ibadətdə belə səhlənkardırsa, onun başqa işləri necə ola bilər? Çünki insanın bütün xeyirləri, ona verilən bərəkətlərin başı onun namazındadır. Bütün xeyirlər onun ibadətindədir. Bizə ki, Allah subhanahu wa ta'ala deyir ki, əgər sizin Allah olan ibadətiniz olmasaydı, Allah qatında dəyər qiymətiniz olardı. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, gözümün nuru namazlı edildi. Həmçinin namazla rahatlanmağı sevərdi. Və başqa ona misal göstəriləsi çoxlu ayələr və hədislər var Allah subhanahu wa ta'ala'nın kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində. Əlbəttə, insanın bu əməli etməsi və bu əməlin üzərində davamlı olması insanın xeyirdən məhrum olmasıdır. Şeytanı vəsvəsələrə aldanması, həmçinin Allah subhanahu wa ta'ala'nın rəhmətinə mütbəsləməsidir. Bu da əlbəttə ki, Allah subhanahu wa ta'ala rəhimlidir. Amma Allah subhanahu wa ta'ala rəhimli olduğu kimi, həmçinin əzabı da şiddətlidir. Allah subhanahu wa ta'ala'nın edilən ibadətə ehtiyacı yoxdur. Yəni, ibadəti yola verirmiş kimi, sanki ibadət etdim deyilən kimsənin halı kimi ibadət etmək lazım deyil. Yəni, ibadət etdim mi? Etdim. Yəni, belə ibadətə Allahın ehtiyacı yoxdur. Zaten ibadətin ən kamilə də Allahın ehtiyacı yoxdur. Allah subhanahu wa ta'ala bizə ibadəti vacib edib. Ne üçün? Bizim özümüz üçün. Çünki bu ibadətin faydasını dünyada da axirətdə görən insanın özüdür. Allah subhanahu wa ta'ala buna möhtac deyil. Allah subhanahu wa ta'ala bizə vacib edib, bizi imtihan edir bu ibadətlə. Kim Allah subhanahu wa ta'ala'nın əmrinə boyun əyərsə, bu ibadətləri vaxtını yerinə yetirərsə, əlbəttə bütün xeyirləri müvəffəq olmuş olar. Həmçinin Allah subhanahu wa ta'ala öz kitabında, yəni namazında səhlənkar olan kimsələri hədələmişdir, çəkindirmişdir. Hansı ki Allah subhanahu wa ta'ala deyir ki, فَوَيْلُ لِلْمُصَلِّينَ Vay olsun namaz qılanların halına. Hansı namaz qılanların? اَلَّذِينَهُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ Onlar namazlarında səhlənkardırlar. Onlar namazlarında səhlənkardırlar. Allah subhanahu wa ta'ala namazlarına səhlənkar yanaşan kimsələrə deyir ki, vay olsun. اَلَّذِينَهُمْ يُرَعُونَ Namaz qıldığı zaman insanlara göstərilmiş kimi namaz qılarlar. Yəni Allah üçün yox, vaxtında, layiqincə, Allahın əmr etdiyi kimi, Peyğəmbər sallallahu aleyhi ve sellem etdiyi kimi yox, əksinə insanlara göstərilmiş kimi namaz qılar və həmçinin namazlarında səhlənkar olarlar. Allah subhanahu wa ta'ala deyir ki, vay olsun o namaz qılanlara. O kimsələr ki, namazlarında səhlənkardır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib soruşulan olduğu zaman deyəndə ki, Allah Rasulü ən əfsəl əməl hansı əməldir? Deyir ki, əs-salatu lə vaxtihə. Vaxtında qılınan namaz. Yəni, əməllər içərisində ən əfsəl əməl vaxtında qılınan namazdır. İnsanın namazlarının gecikdirməsi əlbəttə doğru deyil. Çünki alimlər deyir ki, insanın namaza səhlənkar yanaşması, namazı tez qılması, namazın vaxtını gecikdirməsi, namazda zikirləri az etməsi hamısı nifaqın əlamətlərindəndir. Yəni, münafiqliyin əlamətlərindəndir. İnsan tam münafiq olmasa da, sanki münafiqin əlamətləri bu insanda artıq ortaya çıxmışdır. Nə ilə? Namazda səhlənkar yanaşması ilə, namazı gecikdirməsi ilə, namazda rükunu, səcdəni lazımca etməməsi, namazı tez qılması, zikirlərini az eləməsi, bunlar hamısı nifaqın əlamətlərindəndir. İnsan çalışmalıdır ki, bu şeylərdən çəkinsin. Çünki bilsin ki, bu həyat qısadır. Bizim nəfəslərimiz sayılıdır, günlər sayılıdır. Heç kim bu dünyada ölməyəcək, kim yaşamayacaq. Qısa bir həyat və ölümümüzün nə vaxt gəldiyini də bilmirik. Bu ölüm də böyüyə, balacaya baxmır. Məgər qəbirstanlığa gedəndə insan görmürmü? Anadan doğulan təzə kimsələr, ana bətnində ölən kimsələr, 3-5 yaşdakı kimsələr, özü yaşındakı kimsələr torpaq altındadır. İndi heç adları da çəkilmir. Sayılmırlar. Amma onları ucaldan nədir? Onları xeyrə, müvəffəq olmasına səbəb olan nədir? Dünyada etdiyi salih əməllər. Onların da başında gələn əlbəttə namazıdır. Və qiyamət günü insanın ən birinci soruşulacaq şey də namazdır. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyən hədisdə Allah subhanahu teala mələklərə deyəcək ki, qulumun əməllərinə baxın. Görün, fərzləri yerindədirmi? Əgər fərzləri yerindədirsə, vaxtını qılılıbsa, xuşu ilə Allahın istədiyi kimi qılıbsa, nə gözəl. Əgər yerində olmazsa, Allah subhanahu teala deyər ki, baxın görün, onun nafilələri varmı? Nafilələri varsa, nafilərindən götürülüb fərzdəki kəsirlər doldurulacaq, düzəldiləcək.
Yani insan gərək bu şeylərə diqqət etirsin. Çünki ən birinci soruşulacaq şey namazı olacaq. Və zaten yaradılmış qayəmiz də əvvəldə vurğuladığımız kimi bizim ibadətdir. Zaten bizim bir namazımız var, başqa nəyimiz var ki? Əgər insan bu namazda da belə səhlənkar olarsa, onda bunun başqa əməllərindən heç danışmağa ehtiyac olmaz ki. Bunun Quran oxumasından, zikirlərindən, övlad tərbiyəsi olsun, duasından, digər xeyir əməllərindən söz açmağa ehtiyac yoxdur. Əgər insan Rəbbinin vacib etdiyi ən mühüm, ən vacib olan ibadətə belə səhlənkardırsa, digər əməllərini heç danışmağa ehtiyac yoxdur. Ona görə insan Allahdan qorxmalıdır və bilməlidir ki, bu nəfəsləri sayılıdır. Qorxsun ki, Allah subhanahu wa ta'ala onun canını bu səhlənkarlığın üzərində almasından. Həqiqətən insanın dünyasının da axirətində qaralmasına ən böyük səbəblərdən birisidir. İnsanın ibadətlərdə səhlənkarlıq etdiyi halda canının alınması. İnsan gərək Allahdan qorxsun, Allaha tövbə etsin və Allaha dua etsin ki, ya Rabbim, məni sənə layiqincə ibadət edən bəndələrdən elə. Ya Rabbim, namazları vaxtında yerinə yetirməyə, qılmağa məni müvəffəq elə, ya Rabbim. Məni nəfsimlə bir göz qırpımı elə baş-başa buraxma, ya Rabbim. Allah subhanahu wa ta'ala dua eləmək və həmçinin də namazları vaxtında ədə etməyə çalışmalıdır və səhlənkarlıqdan əl çəkməlidir. Yoxsa əks halda, yəni bunun aqibəti heç də yaxşı olmayacaq. Qorxsun ki, o verilən namaz neməti o səhlənkarlığına görə onun əlindən alınsın. Və bilməlidir ki, ibadət Allah subhanahu wa ta'ala'nın ona verdiyi bir lütfdür. Özünün hörməti sayəsində deyil o ibadət. Allah subhanahu wa ta'ala'nın ona verdiyi bir lütfdür. Bir ikramdır və ihsandır. Əgər doğru düzgün şəkildə yerinə yetirməzsə, qorxsun ki, o nemət onun əlindən alınır. Allah qorusun, Allah doğrusunu.